Kardeşimin yoldaşıdır. Ben onu her bir vaxt yoxlayırdım. Dünən zəng elədim. Bir xətt idi. Saat 5 radyalar olardı. Akşamüstü. Zəng çatmadı, bir xətt idi. Ona zəng elədim. Gene zəng çatmadı. Ben de kardeşimi de götürdüm geldim. Suda arvad uşaq yığılır. Bakı qırıblar. İçeride gördük ki arkası üstə onu vurublar. Baş hissəsi poldadır. Qan tökülüb. Dedilər ki, heç kim vurmasın, ekspert gələcək, yoxlayacaq. Biz də Skorya zəng elədik. Skorya gəldi. Gördük ki, daha işdən keçib. Ölüb, dedi 4-5 saat bundan qabaq ölüb bu. Dedi ekspert yazsın, vurmayın. Ekspert də geldi. Gece saat 2-3 arası bütün ekspertler, sağ ol, polisler geldiler. Araştırdılar. Şüphelenen şəxs Marnol territoriyasındandır. Bizim kəndçidir. 71 yaşlı qadını ölü vəziyyətdə tapan yerlilər dərhal polisə məlumat verib. Gecə saatlarında əraziyə gələn hüquq mühafizə orqanlarının əməkdaşları yerindəcə istintaka başlayıb. Deməli, hadisə dünən ayın 7-sində gündüz saat 1-3 radələrində baş verib. Qadın tək olur evdə. Heç kim olmuyor, tək yaşayan qadındır. Kimlər tərəfindənsə gəlib, müsadirə ediblər, nəyini alıblar, neyini bilmirik, amma faktiki olaraq qadını öldürüblər. İndi biz də tələbimiz budur ki, dövlətimiz, hükümətimiz ölçü götürsün, canini tapsın, onun necə lazım cəzalandırsın. Yəni, bu hadisə baş verdi, bizim də hamımız məyus olduq. Həm yaxın adamımızdır, həm qohumumuzdur, həm oğlumuzdur, qızımızdır. Bizim xahişimiz odur ki, canini tapılsın. Pozitiv fəaliyyətində razıyıq, belə ki, yəni əlbəttə razıyıq, ancaq bir üçün hələ bir şey yoxdur, rezultat yoxdur. Yəqin ki, tezliyin müəyyənlə düşürləmiş olar. Olsun və bizim elə tələbimiz caninin tapılmasıdır ki, və onu cəzalandırmaq. Qaldı bizim kənddə oğurluq çox olur. Bəlkə də bir 50-60 şey yarılır. Bir oğlan, gene bir lal oğlanı öldürdülər, tulladılar ve ili gəlir. Onu da tapılmır. Xahiş edirik ki, tezliklə onu da tapasınız, onu da bir yola gətirəsiniz. Bunlar vaxtlar evdə